Arzu xanım, sizin bu verilişə yəqin ki, Ermənistanda da baxırlar və seçki öncəsi vəziyyətdir. Hesab edirəm ki, erməni gəncləri də bu verilişləri izləyirlər, baxırlar. Bir müqayisə eləsinlər ki, Azərbaycan dövləti sülh platformasının müəllifidir. 5 baza prinsipini biz irəli sürmüşük. Vaşinqtonda bilirsiniz ki, sülh müqaviləsi paraflanıb və bu illəri çox bir ümidlərimiz var ki, nəhayət sülh imzalansın, sülh müqaviləsi imzalansın. Və erməni gənci niyə görə Paşinyana yox, gedib o revanşda səs verməlidir. Əgər 2020-ci ildə biz Ermənistan üzərində tarixi zəfərə imza atarkən bizim hərbi büdcəmiz bilirsiniz nə qədər idi? Cəmsi 1,9 milyard dollar, mən dollar ekvivalentində deyirəm ki, ermənilər də bizə baxarkən real mənzərəni hiss etsinlər. Bu günlər üstündən 6 il keçdikdən sonra Azərbaycan hərbi büdcəsi 5 milyard dolları ötüb keçib. Ermənistan hərbi büdcəsi isə 1,7 milyard dollara gəlib çatıb. Siz təsəvvür edin bir fərqi də. Azərbaycanın ordusunun hərbi vətənpərvərlik ruhu ən yüksək səviyyədədir, o qalib ordudur. Və cənab prezident hesab edirəm ki, bax, seçki öncəsi də erməni ictimaiyyəti və elektoratı üçün çox önəmli bir mesaj verdi ki, bəli, biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Biz istəyirik ki, regionumuza uzun müddətli və dayanıqlı sülh gəlsin. Əgər revanşlar hakimiyyətə gələrlərsə, deməli Azərbaycana qarşı təxribatçı addımlar ata bilərlər. Belə vəziyyətdə erməni xalqının başı dəstə olacaq. İndi erməni xalqı başın dəstə olmaq istəyirsən, bir seçim elə də, revanşda səs vermək, müharibəyə səs vermək deməkdir. Müharibəyə səs vermək isə bu Ermənistanın sonunun başlanğıcıdır. Bu erməni gənclərinin mənasız bir müharibədə ölümü öz həyatlarına son qoyulması deməkdir. Kimlərə görə? Heç köçəryanlara görə öz istəyərdiniz ki, həyatınız cavan ikən həyatınıza son qoyulsun. 10 il hakimiyyətdə oldu. Qarabağ probleminin həlli ilə bağlı daşı üstə qoymadı. Əksinə elə etdi ki, bu münaqişə müharibə vəziyyəti uzansın və nəyə nail oldunuz? Heç nəyə nail olmadınız. İndi biz Qarabağı, Şərqi Zəngəzuru bərpa edirik. 85 min bizim soydaşımızın orada qayıdışı təmin edilib. Baxırıq ki, hər şeyi məhv ediblər, hər şeyi dağıdıblar və bunun qarşılığında niyə siz güclü olmadınız, niyə varlanmadınız, niyə sizin insanlarınızın güzəranı yaxşılaşmadı? Ola da bilməz, çünki siz başqasının torpağındasınız. Siz başqasının torpağını zəbt etmişsiniz. Onun daşında, qayasında, hətta qəbristandakı daşlarda, hətta cəsədlərin içərisindən qızıl dişlərini çıxarıb satmışsınız. Yəni, bu qədər aşağılanmışsınız. Yəni, sizin bu cür simasızlıq, insanlığa uzaq olan addımlara imza atmışsınız. Yəni, həmin o köçəryan hakimiyyəti və eyni zamanda həmin bu Sarkisyan hakimiyyəti indi də yenə o bəlkə də qaytardılar sevdası ilə yaşayırlar. Getdi o zamanla. Daha bu mümkünsüzdür. Bugün Azərbaycan dövləti və Ermənistan dövləti iki xalq arasında, dövləti arasında etimad mühitinin formalaşması istiqamətində addımlar atılır və cənab prezidentin sözləridir Arzu xanım. Deyir ki, Vaşinqtonda imzalanmış o sənəd, hansı ki, sülh müqaviləsinin paraflanmasını mən nəzərdə tuturam, bu sənəd nə qədər əhəmiyyətlidirsə, ondan da əhəmiyyətli başqa bir məsələ də var. O da sülh prosesi ilə bağlı praktiki addımların atılmasıdır. Etimad mühitinin formalaşmasıdır. Tranzit əlaqələrinin bərpası, kommunikasiya əlaqələrinin bərpası, iqtisadi əlaqələrin bərpası ilə bağlı atılmış addımlardır. O addımlar ki, nəhayət ki, regionumuza biz 30 il ərzində sülhün nə olduğunu bilmədik. Biz 7-8 aydır ki, bilirik ki, sülh nə deməkdir. Heç bir tərəf itkiyə məruz qalmır. Əksinə əlaqələr daha da inkişaf edir. Da Elman müəllim, bu sülhün qiymətini, dəyərini biləcəklər, yoxsa fərqli bir xətt tutacaqlar?